Sure-i Ləhəb. Əuzu billah minəşşeytanirracim. Pənah parəm Allaha dərgahdan qovulmuş şeytanın şərrilərindən. Bismillahirrahmanirrahim. Başlayıram bir Allahın adı ilə ki, bağışlayan və mehribandır. Təbbət kəsilsin yəda Əbi Ləhəb. Əbi Ləhəbin əlləri və təbbə və hər zad, yəni ölsün. Və ma əğna qəni eləməz ənhu ondan, maluhu onun malı və ma kəsəbə və o iki kəsb eləyib qazanıb. Səyəsla tez olar atılar narən bir ota ki zat-ı ləhəb şölələr sahibidir və əmrətuhu və onun xanımı, yəni Ləhəbin, Əbi Ləhəbin xanımı həmmalətəl hətəb odun hammalı idi. Fitidiha onun çiynində həblon ipi min məsəd xurma lifindən sədəqəllahul aliyyul əzim.